Azərbaycanda yenə kütləvi it qətliamları başlayıb. Əvvəl mediada səs-küy salırlar. Filan rayonda itlər sakinlərə hücum eləyir. Ardınca da gecə ilə gəlib itləri öldürürlər. Bu həm də sosial sifarişdir. İnsanlar polisi çağırırlar, toplanı çağırırlar, icranı çağırırlar ki, gəlin itləri öldürün. İtlərlə qan davasına çıxırlar. İtlər bizdən birini dişlədilər, siz də gəlin hamısını öldürün. Amma it belə rasional əlaqə qura bilmir axı. İtlər anlamırlar ki, gecə onlardan biri Firudinin küçüyünə hürüb deyə zəhərləniblər. Çünki şuur yoxdur. Şuur demişkən, itlə belə müharibəyə çıxan insan qövmü üçün şuurlu ifadəsi işlətmək olar. Bu instinktiv davranışdır, ağıl, zəka işi deyil. Şuurlu varlıq oturub düşünər, dünyanın ən məsum canlıları niyə Firudinin oğluna hürür? Onu dişləyir. Çünki Firudinin Abbasın küçüyü evdə atasından öyrəndiyi zorakılığı o itə tətbiq eləyir. Ona daş atır, vurur, qovur, ona şıllaq atır. İtlər zorakılığa məruz qalırlar və instinktiv olaraq özlərini qorumağa məcburdular. Sənin kimi şuurlu adam düşünər, problemi necə həll edə bilərik? Heyvanlar qısırlaşdırılmalı, peyvəndlənməli və yedirilməlidir. Bu Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyanın qanunvericiliyin tələbidir. Deməli, şuurlu insan dövlətdən tələb eləyər ki, o öz öhdəliyini yerinə yetirsin. Amma yox, bunlar polis görən kimi götləri əsməyə düşür, amma qorxu canlarına elə hopub ki, tək bildikləri yol zorakılıq qalıb. Öldürün. Əgər bizim məhəlləmizdə it qədər insana yaxın canlı belə bizə hücum eləyirsə, biz oturub düşünməliyik. Bizdə nəsə qaydasında deyil. Əvəzində qətliama qarşı çıxana deyirlər ki, götür evində saxla, gicdillaq. Bu təbiət sənin dədəvin evi deyil. Bunu bütün canlılarla paylaşmalıyıq.